Salam əziz 4-cü sinif şagirdləri, dəyərli valideynlər və dəyərli kanal izləyiciləri. Bu video izahımızda İZA nəşriyyatının 4-cü siniflər üçün nəzərdə tutulmuş monitorinqə hazırlıq toplusundan yekun monitorinq 1 sınağının izahına baxacaq. İzahlarımız sizin üçün faydalıdırsa videoları bəyənməyi, kanala abunə olmağı yaddan çıxartmayın. Həmçinin də videolar paylaşmaqla kanalımıza dəstək olmuş olarsınız. Bir elanı da nəzərinizə çatdırım ki, yeni tədris ili üçün, yəni ki 2025 və 2026 tədris ili üçün onlayn dərslərimizə qeydiyyat artıq başlayıb. Həm Azərbaycan dil fənnindən, həm də riyaziyyat fənnindən, həm ibtidai siniflər üçün, həm də yuxarı siniflər üçün 5, 6, 7, 8, 9 və 11-ci siniflər üçün onlayn dərslərimiz fəaliyyət göstərir. Onlayn dərslərində iştirak etmək istəyənlər WhatsApp nömrəsi ilə əlaqə saxlaya bilərlər. WhatsApp nömrəsini qeyd edirəm. 303 77 38. Səhifənin altında da nömrələr qeyd olunub. Hər hansı bir nömrə ilə əlaqə saxlaya bilərsiniz. Keçək sualların izahına baxaq. Demək, suallara baxmazdan əvvəl mətnin məzmunu ilə tanış olun. Bu mətnimiz kenguru mətnidir. Kenguru mətnində bu heyvanın adının yaranma tarixi haqqında və heyvanın xüsusiyyətləri haqqında bizə məlumat verilir. Təbii ki, heyvan hansı xarakter xüsusiyyətlərə malikdir, necə yaşayır, nə yeyir, nə içir, harda olur, yaşayış yeri haradır, nə ilə qidalanır, forması, quruluşu necədir, necə müdafiə olunur, necə hərəkət edir, bu haqda necə ünsiyyət qurur, bu haqda bu mətndə məlumatlar öz əksini tapıb. Mətnlər əslində çox da çətin mətnlər deyil, asan mətnlərdir. Sadəcə olaraq mətnin məzmununu başa düşmək, qavramaq lazımdır. Sualları da ki, cavablandıran zaman verilmiş hissə ilə əlaqələndirmək təbii ki, əsas şərtlərdən biridir. Baxırıq birinci sualımıza. Birinci sualımız demək, kengurunun hansı pəncəsi bıçaq kimi caynağa malikdir? Sual var. Təbii ki, kengurunun burada səhvləmirəmsə 2 pəncəsindən adı keçir. Orada ön pəncə nəzərdə tutulur. Bir də arxa pəncə ifadələri işlənilir. Burada istəyirsə mən həmin hissəni sizə göstərim. Onun pəncələrindən danışır. Bir dəqiqə uşaqlar. Burada məsələn kengurunun qabaq pəncəsindən ibarət və burada qabaq pəncəsindən danışılır. Burada isə onun arxa pəncəsindən danışılır və o arxa pəncəsindən danışanda deyir ki, cəmi 4 barmağı var. Onun caynaqları xüsusilə ən uzun 4-cü barmağındakı caynağı bıçaq kimidir. Demək, burada tapşırığımızın cavabı da məhz nə olacaq? Kengurunun arxa pəncəsi bıçaq kimi iti caynağa malikdir. Yəni, orada bıçaq kimi çox iti olur. Cavab olacaq burada D bəndi. İkinci suala baxırıq. Kenguru adı haradan yaranıb? Kenguru adı yerli adamların heyvanı belə adlandırılmasından. Xeyr, bu deyil. Bu deyil. Kenguruların öz adlarını deməsindən. Xeyr, kengurular öz adlarını deyə bilmirlər. Orada kenguru sözünün mənasını təbii ki, verilib. Avstraliya hökumətinin heyvana verdiyi adda. Xeyr, belə bir ad verilməyib. Burada kenguru adının yaranması nədəndir? Yanlış anlaşılmadandır. Yəni, yanlış anlaşılma nədir burada? Həmin yanlış anlaşılmanı mən sizə göstərirəm mətndən. Demək deyir ki, buraya Avstraliyaya gələnlər yerli adamlardan soruşublar ki, bu heyvan nədir də? Bu heyvanın adını soruşublar. O yerli adamlar isə gəlmələrin dilini başa düşmürlər və gəlmələrin dilini başa düşmədiyi üçün onlara belə cavab veriblər ki, mən sizi başa düşmürəm. Yəni ki, Avstraliya dilində mən sizi başa düşmürəm ifadəsini demək istəyirsinizsə, sadəcə olaraq bir sözdən istifadə etmək kifayətdir. Yəni, kenguru sözünün mənası mən sizi başa düşmürəm. Təbii ki, buradakı yerli gəlmələr, yəni turistlər isə, yəni buranın səyahətə gələn insanlar isə, bu yanlış anlaşılmadan elə başa düşüblər ki, bu heyvanın adı məhz elə kengurudur. Təbii ki, burada yanlış anlaşılma əsas şərtdir. Kengurunun quyruğu necədir? Təbii ki, orada kengurunun quyruğu qısa və zəif deyil, bu səhvdir. Yastı və sərt də deyil, qıvrım da deyil. Orada kengurunun deyir ki, iri və güclü quyruğa malikdir. Orada kengurunun quruluşu haqqında məlumat verir və deyir ki, iri və güclü quyruğu. Aydındır mı? Görürsə, iri və güclü ifadəsi burada istifadə olunur. İstəyir, burada rəngi dəyişir. Biz bu hissədə görürsünüz, iri və güclü quyruğu. Bu şəkildə göstərirəm sizə. Məlumat var. Burada demək ki, bu fikir cavab olacaq B bəndi.
Kengurunun balası necə dünyaya gəlir? Tam inkişaf etmiş, xeyr, bu yanlışdır. Sonra uzun boyuna malik, xeyr, bu da yanlışdır. Sıx, qalın tüklərlə örtülü olaraq, təbii ki, bu da yanlışdır. Kengurunun balası çox kiçik, aciz və kör olaraq dünyaya gəlir. Hər halda mən məsələn YouTube-da bir dəfə görmüşdüm, qabağıma çıxmışdı kengurunun balası. Yəni onun kisəsini aralasanız, orada balanı görə bilərsiniz. Yəni çox hələ ən baxırda vaxtda həddən artıq çox kiçik olur da. Yəni belə desək ki, adi bir barmağın da yarısı boyutlu olur. Yəni çox məsələn bax burada deyək ki, orada verir kengurunun balası haqqında bizə məlumat verir. Bax deyir ki, göstərirəm həmin uşaqlar sizə. Deyir ki, kenguru balası anadan kör, aciz və çox kiçik doğulur. Bax burada bizə məlumat verir ki, necə doğulur. Görürsünüzmü? Uşaqlar bax bunu qeyd edə bilərsiniz. Sonra kengurular harada yaşayır? Kengurular harada yaşayır? Qütb bölgəsində xeyr, çöllərdə və meşələrdə xeyr, dəyişən dəniz xeyr. Burada cavab C bəndidir. Qayalıqlarda və ağaclarda. Təbii ki, mən həmin hissəni də sizə göstərirəm indi. Bax deyir ki, kengurunun bəziləri ağaca, digərləri qayalıqlarda yaşamağa uyğunlaşmışlar. Aydındırmı? Demək ki, kengurular ağaclarda və ağacda yaşayanlar və qayalıqda yaşayan kengurular vardır. Kengurunun hansı orqanı başqa kengurulara işarə etmək üçün istifadə olunur? Yəni ki, ünsiyyət qurmaq üçün. Təbii ki, kengurular ünsiyyət qurmaq üçün öz dal ayaqlarından istifadə edirlər. Orada var mətndə deyir ki, öz dal ayaqlarını onlar yerə çırparaq, yerə tapıldadaraq nəticədə digər heyvanlara nə edirlər? Məlumat ötürürlər. Bax, deyək ki, göstərim. Baxaq, həmin hissəni sizə göstərim. Və çox kenguru hanı? Hə, burada. Deyir ki, kenguru dal ayaqlarını yerə döyərək səs çıxarır və başqa kengurulara işarə edir. Yəni, onların ünsiyyət vasitəsi məsələ düşünürəm ki, bu ola bilər. Dal ayaqlarıdır. Çox getdi bilirsən. Kenguruları daha çox bitkilərlə qidalanmasına baxmayaraq, onların bəzi növləri hansı qidaları yeyir? Balıq və dəniz məhsulları deyil, yırtıcı heyvanların ətini deyil, meyvələrin toxumları deyil. Burada cavab nədir? Burada onların bəziləri qurd və cücülər yeyir. Düzdür, əsasən onlar bitki yeyən heyvandırlar, orada vardı, ot yeyən heyvandırlar, bitkilərdən qidalanırlar. Amma ki, həmçinin də bax, deyir ki, bitki yeyən, lakin bəzisi qurd və cücüləri də yeyir. Görürsünüz, yəni qurd və cücü daha əhsat yemirlər onlar. Aydınmı? Vəhşi yırtıcı heyvan deyirlər ki, əhsat yesinlər. Sonra kenguruların yaşadığı adalar arasında hansı ada Avstraliya birlikdə kenguruların ən geniş yayılmış məskənidir? Uşaqlar, orada bir dənə adanın adı keçir. O da hansı adadır? Tasmaniya adalarından söhbət gedir. Bax, Tasmaniya adası sözü, bax burada mən sizə göstərirəm Tasmaniya sözünü ki, orada keçir. Hangi sualdır bu? Sualın baxmadım. 8-ci sualdır. Bax deyir ki, vətəni əsasən Avstraliya, Yeni Qviniya və Tasmaniya adaları. Görürsünüz, Tasmaniya adasından danışır burada uşaqlar. Burada başqa adanın adı keçmir. Yalnız Tasmaniya adasının adı keçir. Demək ki, burada Tasmaniya sözünü götürmək çox doğru olardı. Kengurunun ovlanmasının əsas məqsədi, səbəbi nədir? Təbii ki, sayları çoxaldığı üçün belə şey ola bilməz ümumiyyətlə. Bu heyvanın sayı çoxdur deyə onu ovlamaq lazımdır. Təbiətə zərər verdiyi üçün kengurular o bitki yeyən heyvan olduğu təbiətə zərər vurmurlar. Başqa heyvanları qorumaq üçün, təbii ki, başqa heyvanları müdafiə etmək üçün kenguru başqa heyvanlar üçün zərərli bir heyvan deyil. Təbii ki, nədir burada? Qiymətli xəzi və əti üçün. Bax, burada da həmin hissəni sizə göstərirəm ki, orada deyir ki, onun qiymətli əti və xəzi var. Ona görə də məhz kengurular bax, qiymətli xəzindən və ətindən istifadə olunur. Yəni ki, ona görə də ovlanılır. Sonra 10. Mətnin məzmununa əsasən hansı fikirlə razılaşmaq olmaz? 10-cu suala baxıram. Demək, kenguruların dal ayaqları qaba ayaqlarından daha uzundur. Təbii ki, bu dal ayaqları qaba ayaqlarından uzundur. Bu fikir doğru fikirdir. A bəndi. Kenguruların banası anada olduqda dərhal sonra gəzə bilir. Bu fikir yanlışdır. Gəzə bilmir axı o. Deyir ki, çox kiçik olur, hətta kör olur, aciz olur. Aydındır mı? Tüksüz bir canlı olur. Kenguru balası anasının kisəsində inkişaf edir. Bəli, bu doğrudur. Kengurular sürətli sıçrayışlar hərəkət edir. Bəli, orada deyir ki, 3 metr hündürlüyə
3 metr, 12 metr uzunluğa tullana bilir. Görün necə sırayışlar edə bilir. Burada kengurunun balası anadan olduqda dərhal sonra gəzə bilir fikri yanlışdır. Bunun da səbəbini sizə göstərirəm. Hər bir sualın səhv olma səbəbini göstərirəm sizə uşaqlar. Çünki sonra bəzən ola bilər ki, yanlış anlaşılma olmasın. Burada bura baxın uşaqlar, deyir ki, kenguru balası anadan çox kör, aciz və çox kiçik doğulur. Yəni bu mümkün deyil axı, bu doğulan kimi düşsün gəlsin. Hətta o deyir ki, neçə müddət 65 gün orada səhv etmədik süddə qidalanır və bala 3 sm doğulur. Görürsünüzmü? 3 sm doğulur. Aydındırmı? Və nəticədə nə qədər ki kenguru balası gəzə bilmir, görürsünüz gəzə bilmir deyir burada. Anası onu qarnındakı kisədə saxlar. Yəni gəzə bilmədiyi müddətcə anası onu öz kisəsində saxlayır. Təbii ki, kisəsi çox möhkəmdir. Yəni elə belə deyil. Yəni adi bir zərbədən cırılan bir kisə deyil. Sonra hansı bənddə səbəb nəticə əlaqəsi düzgün göstərilməmişdir? Burada 11-ci sualda bizdən soruşur. Kenguruların dal ayaqları qabaq ayaqlarından uzundur. Onlar gəzə bilmir. Yalnız bəli, gəzə bilmirlər. Hündür sırayışlar edirlər. 3 metr hündürlüyə və 12 metr uzunluğa. Bu doğrudur. Kenguru balası anasından kör və aciz doğulur. O anasının kisəsində inkişaf edir və müdafiə olunur. Bəli, bu da doğrudur. Kengurular dal ayaqları ilə səs çıxarır. Bəli, bu da doğrudur və onlar bir-birinin ünsiyyət qurmasına kömək edir. Bu sualların hər birini mətndə göstərmişəmsə, bu da doğrudur. Kenguruların bədən quruluşu qəribədir. Onları ovlamağa məcbur edir. Uşaqlar, orada kengurunun bədən quruluşuna görə onu insanlar ovlamırlar. Yəni ətindən və xəzindən istifadə məqsədi ilə bu heyvanı ovlayırlar. Mətnin birinci cümləsində yerli adamlar ifadəsini hansı sözlə əvəz etmək üçün? Yəni yerli adamlar oranın daimi sakinləri, yəni daimi orada yaşayan insanlar mənasındadır. Səyahətçilər bir ölkədən digərinə ölkəyə gedəndir. Qonaqlar da eyni qaydadadır, turistlər də eyni qaydadadır. Amma burada sakinlər ifadəsi, yəni bir ölkədə daimi yaşayan insanlar nə deyirlər? Sakinlər deyə bilərsiniz, yerli adamlar deyə bilərsiniz. Mətndə hansı suala cavab tapmaq mümkündür? Kenguruların xəzinin dəyəri nə qədərdir? Uşaqlar, kenguruların xəzi deyirlər çox qiymətlidir. Aydın xəzinə görə ovlanılır, amma onun dəyəri haqqında heç bir məlumat verilmir. Kenguruların neçə balası olur? Düzdür, orada kenguruların balası olur, kisəsində saxlayır deyir, amma onun bir balası olur, iki balası olur, üç balası olur. Belə bir fakt bizim mətndə yoxdur. Kengurular hansı hava şəraitini sevir? Kenguruların hansı hava şəraitini sevməsi də orada yoxdur. Deyir, orada ağaclarda və qayalıqlarda yaşayırlar, amma o hansı hava şəraitini sevir? İstini sevir, yağışı sevir, küləyi sevir. Belə bir şey yoxdur. Kenguru balası neçə gün ana südü ilə qidalanır? Bəli, bu sualın cavabı var. Sualın cavabını da sizə göstərirəm. Kenguru balası deyir ki, 65 gün müddətinə südlə qidalanır və burada belə bir fikir var. Deyir ki, kenguru balası 65 gün süd ilə qidalanır. Aydındırmı? Təbii ki, daha sonraki müddətdə isə artıq digər, nə bilim, ot yeyə bilər. Yəni anasının kisəsindən çıxdıqdan sonra otla falan qidalana bilər. Kengurular hansı xüsusiyyətlərə görə gəzə bilmir? Kengurular o xüsusiyyətlərinə görə gəzə bilmir ki, mətnin birinci cümləsində məhz bunun haqqında desə məlumat var idi. Birinci abzasında daha doğrusu deyir ki, bu heyvanın dal ayaqları qabaq ayaqlarından və həmin hissəni göstərirəm sizə. Deyir ki, dal ayaqları qabaq ayaqlarından bir neçə dəfə uzundur. Buna görə kenguru heyvan gəzə bilmir. Görürsünüzmü? Demək səbəb nədir? Dal ayaqlarının qabaq ayaqlarından bir neçə dəfə uzun olmasıdır. Aydındırmı? Demək cavab nə olacaq burada? Cavab olacaq B bəndə artıq avtomatik A, C, D yanlış fikirlər olacaq. Kengurular hansı sahəyə zərər vurur? Bu da mətndə var. Uşaqlar, həmin hissəni sizə göstərirəm. Niyə və hansı sahəyə zərər vurur? Məsələn, burada baxaq. Deyir ki, belə bir şey var. Deyir ki, kenguru əkinlərə və kənd təsərrüfatına, təsərrüf bitkilərinə zərər vurur. Demək ki, nə yazarıq burada biz? Kenguru əkinlərə və kənd təsərrüfatına. Demək ki, biz ya seçməliyik burada cavab nəyi? Cavabı seçəcək biz B variantı, yəni kenguru B-yə. Bunlar isə xırda heyvanlara, dəniz və meşələrə hansı sahəyə deyir uşaqlar? Sahəyə dediyi üçün sahəni seçməliyik biz. Burada xırda heyvanları seçə bilmərik. Məsələn, bəzən orada qurtlar və cücülərlə qidalanır. Yəni bu demək deyil ki, o onlara zərər vurur. Aydındırmı? Xırda heyvan orada sahə dediyi üçün kənd təsərrüfatını biz burada 15-ci sualda təbii ki, kənd təsərrüfatını götürəcək. Sonra davam edirik. Monitoring 1-in ikinci mətni ilə davam edirik. Çəkməçi və pulpərəst mətnidir burada. Təbii ki, yenə də uşaqlar, mətni oxuyursunuz, mətnin məzmunuyla tanış olursunuz. Burada bir xoşbəxt çəkməçidən və pul hərisi olan bir insandan, onlar arasında dialoqdan və çəkməçinin
belə desək də, başına gələn adi bir əhvalatdan, xırda bir əhvalatdan, hadisədən danışılır. Təbii ki, burada uşaqlar, mətndə yəqin ki, əvvəldə görmüşdünüz. Orada mekun monitorinqlərdə hər bir monitorda 2 mətn düşür. Bu 2 mətndən 2 mətn düşür. Bu 2 mətndən biri bəddi mətn olur, biri bəddi mətn olur. Biri isə qeyri-bəddi mətn olur. Qeyri-bəddi mətn olur. Uşaqlar, bizim birinci mətnimiz ki vardı, Kenguru mətni, o qeyri-bəddi mətn idi. Yəni ki, o qeyri-bəddi mətn nə idi? Qeyri-bəddi mətnlərdə bizə məlumat verirdilər. Biz həmin mətnlər vasitəsilə nəsə öyrənirdik. Yəni qeyri-bəddi mətndir. Amma bizim bu yeni mətnimiz isə, yəni çəkməçi və pulpərəst mətni isə, bu isə təbii ki, necə mətindir? Bu bədii mətindir, aydındır. Bədii mətindir. Burada bir hadisə danışılır bizə. Yəni bir çəkməçinin başına gələn bir hadisədən danışdırılır. Ona görə də bədii mətnlər hesab olunur. Videoları bəyənməyi, kanala abunə olmağı yaddan çıxartmayın və ikinci mətnimizlə davam edirik. Hadisələrdən biri digərindən əvvəl baş vermişdir. Təbii ki, burada hadisələrin ardıcıllığından söhbət gedir. Biz uyğunlaşdırmalıyıq. Mən sizə göstərəcəm indi harda. Pulpərəst adam çəkməçiyə 100 qızıl verir. Bax, çəkməçiyə 100 qızıl verir. Bax, verir harda? Baxaq, bax, burada deyək ki, 100 qızılı götürür. Bax, burada 100 qızılı verir, bax, burada. Düzdür? Gördünüz, buna yazdıq 1. Sonra çəkməçi qızılları gizlətdiyi yerdən çıxarır. Qızılları çıxarır, gizlətdiyi yerdən baxaq. Gizlətdiyi yerdən çıxardı. Bax, buna verdi 2. Bax, belə siz də eləyə bilərsiniz, məsələn. Pulpərəst çəkməçinin malikanəsinə dəvət etdi. Malikanəsinə dəvət etdi. Bu əvvəldə idi, səhv eləmirəmsə. Hani, baxın. Baxaq. Malikanəsinə dəvət etdi. Bax, buradadır bu malikanə. Bura 3 yazdım mən. Sonra ən son çəkməçinin içini qorxu bürüdü. İçini qorxu bürüdü. Bax, burada içini qorxu bürüdü. Burada isə bax, buradadır. Buna isə 4 yazdım. Şöyle ən birinci burada indi hansı gəlib? Hansı gəlib ən birinci? Görək, 3 ən birinci gəlib. Demək, düzüm cavabımız nə olacaq burada? 15-ci sualda. Şərtdə bizdən nə soruşurdu ki? 16-cı sualda üzr istəyirəm. Hadisədən bir digərindən əvvəl baş vermişsə, demək cavab oldu nə? Cıbəndi. Mətndə əsas fikir nədən ibarətdir? Ağıl yaşdadır. Ümumiyyətlə bundan danışılmır. İşləməyən dəmir postlar bundan danışılmır. Dostlar gündə tanınır. Belə bir şey yoxdur. Bu zəngin adamdır ki, nəyi var onunla kifayətlənir. Yəni burada biz görürük ki, çəkməçi idi. Çəkməçinin heç nəyi yox idi. Yəni günlük qazanca çalışırdı, işləyirdi. Amma çox xoşbəxt idi. Mahnı oxuyurdu. Hamı onun mahnılarını sevirdi. Hamı onu bəyənirdi. Aydındırmı? Yəni o bundan kifayətlənirdi. Yəni zəngin o adamdır ki, nəyi varsa onunla kifayətlənir. Altından xətt çəkilmiş sözü hansı sözlə əvəz etmək olar? Səhər yuxuya gedən pulpərəst adam gileylənməyə. Yəni gileylənmək nə deməkdir? Uşaqlar, şikayətlənmək deməkdir. Yəni şikayətlənməyə başlayır. 18-də cavab olacaq bu bəndi. Çərçivədəki cümləni davam etdirin. Etdirən cavabı seçin. Çəkməçi qızılları geri qaytarır. Çünki gizlətməyə yeri yox idi. Xeyr, gizlətmişdi bir zirzəmidə. Ona görə də bunu demək olmaz. Ailəsi qızılları qəbul etmədi. Yəni orada mətndə belə bir şey yoxdur ki, ailəsi qızıllarını qəbul etmədi. Pulpərəst qızılları geri istəmişdi. Belə bir şey də yoxdur. O ona görə çəkməçi səbəb bu idi ki, geri qaytarma. Qızıllar onun xoşbəxtliyini əlindən almışdı. Aydındır? Cavab olacaq, cavab burada cəbə. Hətta o deyir ki, orada yaşamaq həvəsini də o qızıllarla birgə bastırdı. Belə bir cümlə var idi uşaqlar orada. Həmin cümlədən başa düşürük ki, biz orada xoşbəxtliyini əlindən almışdı. Hansı cümlədə parlaq sözü mətndəki parlaq fikir? Uşaqlar, parlaq fikir görürsünüz ki, bu parlaq sözü burada məcazi mənadadır. Yəni ki, real bir məna deyil. Aydındır? Bizə də həmin məcazi mənada olan bir şey lazımdır. Yəni söz əgər öz real mənasına uzaqlaşırsa, ona məcazi məna deyirik biz. Burada parlaq günəş, bu həqiqidir, bu olmaz. Parlaq boya, bu da həqiqidir, bu da ola bilməz. Parlaq nədir? Otların şeh deyək ki, burada şeh olacaq. Bu da olmaz. Amma parlaq istedad, yəni təbii ki, parlaq istedad olmur. Ona görə də cavab olacaq burada C bəndi. Parlaq istedad məcazi mənadır. Çəkməçi qızılları birlikdə başqa nəyə bastırırdı? Təbii ki, burada xoşbəxtliyini bastırmışdı. Yaşamaq həvəsini, orada ifadə var, deyir ki, yaşamaq həvəsini bastırmışdı. Biz onu xoşbəxtlik kimi götürə bilərik. 22-yə baxırıq. Çəkməçi nəyi düşündükdə içinə qorxu düşürdü? Uşaqlar, bax burada belə bir fikir, həmin fikir göstərirəm sizə. Qoy sizin üçün də aydın olsun. Deyir ki, bürüdü. Gətirib qızılları birdən bəs qızılları oğurlasılar. Görsən nəyə fikirləşirdi ki, əgər onu içinə qorxu ona görə düşürdü ki, birdən qızılları oğurlayarlar. Demək 22-də cavab nə olacaq? 22-də cavab olacaq. Bax burada B bəndi olacaq cavabımız bizim. Yəni ki, bunlar yanlış variantlardır. Mətnlə bağlı yanlış fikir hansıdır? Çəkməçi köhnə ayaqqabıları təmir edirdi. Bəli, bu doğrudur. Çəkməçi mahnı oxumaqla bezdirməmiş uşaqlar. Belə bir fikir var, göstərim istəyirsiniz onu. Deyərsiniz,
tam şəkildə göstərək. Deyir ki, oradan keçənlər baxın, deyir ki, çəkməsinin mahnılarını çox sevir, dayanıb heyranlıqla dinləyirdilər. Amma burada nə isə deyir ki, bezirdi. Elə bir şey yoxdur. Orada təbii ki, bezməkdən söhbət belə gedə bilməzdir. Hamını bezdirmişdi. Təbii ki, bu fikir yanlış fikirdir. Cavab olacaq məsələ bu bəndi bu sualda. Mətndə işlənmiş dəvət etmək ifadəsini hansı sözlə əvəz etmək olar? Dəvət etmək olar. Səsləmək yox. Qovmaq da olmur bu. Uzaqlaşdırmaq da olmur. Təbii bu ikisi ümumiyyətlə olmaz heç. Burada bir çağırmaq, bir də səsləmək sözü çağırmaq, səsləmək mənasında işlənə bilər, amma həmçində mən onu evə çağırdım deyirsənsə, yəni onu dəvət etdim anlamında. Məsələn, mən Həsəni çağırdım, yəni sən səsləyə də bilərsən çağırmaq sözü, amma çağırmaq ifadəsini biz həmçində dəvət etmək mənasında işlədə bilərik. Mən onu toya çağırdım, yəni ki, dəvət etdim. Daha səsləmirsən onu, qışqırıb çağırmırsan ki, gəl bura. Yəni, dəvət edirsən onu toya, aydındırmı? Mətnin əvvəlində çəkməsi nəyə görə sevinirdi? Sevinir nəyə görə? Pulpərəst onu evinə dəvət etmişdi. Pulpərəst ona 100 qızıl vermişdi. Oxuduğu mahnılar bəyənilmişdi. Qızılları pulpərəstə geri qaytarmışdı. Uşaqlar, gəlin bu sualın cavabını sizə 25-ci sualın cavabı ilə mətnin özündə göstərin ki, tam şəkildə sizin üçün aydın olsun. Bura baxın. Hanı mətn? Deyir ki, o bəyənildiyini görür. Baba deyir ki, o mahnılarının, burada deyir ki, o mahnılarını bəyənildiyini görüb həyəcanlanır, sevinir. Demək nəyə sevinir? Və boğazının bütün gücü ilə oxuyurdu. Demək ki, bu nəyə görə sevinir? Mahnıları sevildiyi üçün sevinir. Aydındırmı? Yəni o mahnıları bəyənilmişdi. Cavab nə olacaq? Burada cavab olacaq C bəndi. Uşaqlar C-ni qeyd edə bilərsiniz siz də. Cümlədə altından xətt çəkilmiş sözün izah. Pulpərəst nə deməkdir? Yəni pula çox düşkün olan. Yəni həddindən artıq çox pulu sevən. Bu mənada pulpərəst, yəni cavab olacaq C. Pul xərcləməkdən çəkinən, buna simic deyirlər də, pul xərcləməkdən çəkinənə. Heç bir varı dövləti olmayan buna nə deyirlər? Yoxsul və ya kasıb deyə bilərik. Yoxsul, nə bilim. Başqalarına kömək edən xeyirxah ola bilər. Məsələn, xeyirxah, xeyriyyətçi ola bilər. Məsələn, bu. Pul həddindən artıq çəkən nə pulpərəst deyirlər də. Bu da pulpərəst çəkməsi necə kömək etdi? Aydın 27-ci sualda pulpərəst çəkməsi necə kömək etdi? Orada əslində ona heç bir kömək etmir, amma orada bir məqamda nə edir ona? Qızıl verir ona. Aydın. Yəni ona qızıl verir və onun həyatını korlayır. O da sonda başa düşür ki, bu qızıllar ona xoşbəxtlik gətirmir. Nə edir? Qızılları gəlib geri qaytarır. Yəni çəkməcə 100 qızıl verib ki, onu da varlı eləmək istəyirdi özünün düşüncəsinə görə. Mətnin sonunda çəkməçi keçirdiyi hissi necə adlandırmaq olar? Təbii ki, burada nə oldu? Təəccüblənmir bu. Sevinç deyil, şadlıq deyil. Niyə? Çünki sevinç və şadlıq deyildi. Çünki o narahat idi. Narahat idi və o peşman olur ki, bu qızılları götürüb və gəlir qızılları geri qaytarır və deyir ki, bu qızıllar mənim xoşbəxtliyimi əlimdən alıb. Ona görə də peşman olur bu qızılları aldığı üçün. Cavab olacaq bu bəndi. Mətnə görə pulpərəstlə çəkməçinin üçün ortaq cəhət hansıdır? 29-cu suala baxırıq. Bəzən çox, bəzən az qazanırdı. Bu çəkməçiyə aid olan bir fikirdir. Deyir ki, çəkməçi elə vaxt olur, bəzən çox, bəzən az qazanıram. Malikanəsi olan pulpərəst idi. Çünki çəkməçinin belə bir malikanəsi yoxdur. Bu, məsələn, yazıram burada. Bu çəkməçiyə aid fikirdir. Çəkməçi. Malikanəsi var idi. Bu pulpərəst dedim. Bəzən çox, bəzən az qazanır. Bu da çəkməçidir. Mətnə ortaq fikirdir. Ortaq fikir nə idi? İllik hesabat etmir. Yəni bunların heç biri öz ilin sonunda nə qədər qazanıb, nə qədər qazanmadığını yoxlamırdılar. Aydındırmı? Yəni burada mətndə də onların arasında dialoqdan da bunu anlamaq mümkündür mətnin əvvəlində. Mətndə hansı suala cavab yoxdur? Pulpərəst çəkməçidən nəyi öyrənmək istəyirdi? Burada var. Çəkməçi öz işini görərkən başqa nə ilə məşğul olurdu? Mahnı oxuyurdu. Bu da var. Çəkməçi qızılları harada gizlətdi? O zirzəmidə gizlətdi. Uşaqlar, zirzəmidə. Bunu yazın qoysun. Zirzəmidə. Oxuyurdu, mahnı oxuyurdu. Bunu da yazdı, mahnı. Pulpərəst hansı peşə ilə məşğul olurdu? Orada pulpərəstin peşəsi yoxdur, amma çəkməçinin peşəsi var təbii ki. Burada cavab olacaq D bəndi. Bu çəkməçi idi. Pulpərəst çəkməçidən nəyi öyrənmək istəyirdi? O illik hesabatı nə qədərdir? Yəni illik qazancını. Onun illik qazancını öyrənmək istəyirdi. Sonra çəkməçi öz işini görərkən başqa nə ilə məşğul oldu? O mahnı oxuyurdu. Çəkməçi qızılları harada gizlətdi? Gəldi evinin zirzəmisində gizlətdi. Belə bir hissə də var. Amma pulpərəst hansı peşə ilə məşğuldurdu? Onun peşəsi haqqında mətndə məlumat verilməyib. Demək, sınaq birin izahı bitdi. Suallarınız olarsa müraciət edə bilərsiniz suallarla bağlı.